Burada nəsə bir iş var. Tural heç vaxt elə fəndlə məğlub ola bilməzdi. Mən bir də danışacam ondan. Duşdan çıxıb paltarını dəyişsin, özünə gəlsin, bax onda öyrənərik. Tural duşdan çıxıb paltarını dəyişdi. Güzgünün qarşısında dayanıb saçını qurudurdu. Üzündə elə bir rahat ifadə var idi ki, elə bil final görüşünü qaçıran bu deyildi. Qalib olduğu vaxtlardakı kimi sevincli görünürdü. Hafiz müəllim içəri girdi. Qapının kəndarında dayanıb saçlarını qurudan tələbəsinə baxdı. Tural saç qurudanı söndürüb yerindən asdı. Çantasının yanına gedəndə müəllimini gördü. Müəllim onun yanına gəldi. Hafiz müəllim Turalın gözlərinin içinə baxdı. Tural, sənə güləşməyi mən öyrətmişəm. İkimiz də bilirik ki, sən uduza bilməzdin. Danış mənə oğlum, danış, niyə belə elədiyini bilmək istəyirəm. Tural nə deyəcəyini bilmədi. Artıq nə isə gizlədə bilməyəcəyini anlamışdı. Bu vaxt atası da otağa daxil oldu. Tural bir müddət danışmadan onlara baxdı. Daha sonra sözə başladı. Mən özüm qəsdən uduzdum.